Benim qış aylarında en çok sevdiğim yemek gürcü xəngəlidir. Amma təəssüf ki, özüm düzəldə bilmirəm. Çünki bunun xəmirini alındıra bilmirəm. Anam sağ olsun, hər qışda mənə gürcü xəngəli alır. Təsəvvür bu dəfə 100 dənə gürcü xəngəli alıb belə buzlanmışın ki, at soyuducuya, ürəyin nə vaxt istəsə bişir və yeyin. İndi uşaqlar, mamam da bizdəykən atım belə gürcü xəngəllərdir və hər yerdən almırıq. Çünki ətləri yaxşı olmur ya da özləri yaxşı olmur. Amma bu dəfə bir xala düzəldir, ondan götürürük. Dadı çox superdir. Yəni neçə vaxtlarda yediyim ən dadlı gürcü xəngəlləridir. Atıram pişsin burada. Burada qoydum pişməyə. Burada isə sos elədim. Kişniş, tomat, duz, istiot. Mən belə xoşlayıram. Aslında sarımsaq qatanlarda olur, amma mən belə çox sevirəm. İndi isə pişsin gürcü xəngəllərimiz. Və bu da hazır olan xəngəllərimiz.